Değerli izləyicilərim, sizi kanalımdan salamlayıram. Mən yumuşaq, çox ləzzətli ballı tort hazırlamışam. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Bunun üçün bizə lazımdır 2 stəkan şəkər tozu, xrustal stəkan, 200 qramlıq stəkan, 2 ədəd ağlı sarılı yumurta, 2 dolu xörək qaşığı bal, 1 çay qaşığı da vanil. Mən burada görəcəksiniz, mən bu qablarda vanildən istifadə edirəm. Əgər sizdə o vanil yoxdursa, onda 2 paket vanil əlavə edin qarışımın üzərinə. Biraz da duz, yəni halallığa görə biraz da duz əlavə eləmək lazımdır. Daha sonra mikserlə qarışdırıram. Biraz qarışdırıram, az köpüklənir, yəni çox uzun müddətli qarışdırmıram. Tam bir-birinə qarışandan sonra 4də 1 deyək, 1 stəkanın 4də 1 hissəsi qədər süd, yəni yarım stəkanın yarısı qədər də süd əlavə edirəm qarışımın üzərindən. Yenidən biraz qatıram. Daha sonra 100 qram kərə yağı istifadə edəcəm bura. Təbii ki, kərə yağı otaq temperaturunda olsa daha yaxşı, yəni iş daha rahat, mikserlə rahatlıq olar da onu mikserlə qarışdırmaq. Mən də elə həmişəki kimi elə oradan soyuducudan çıxarıram, 5-10 dəqiqədən sonra mən işimi görürəm. Biraz məndə o xasiyyət var ki, məsəl üçün bugündən fikirləşmirəm ki, mən sabah video çəkəcəm, hansısa bir şeyi hazırlayanda lent alacağam, ona görə onu düşünmürəm. Bir də görsən elə ani olur, fikirləşirəm ki, hə, bunu hazırlayıram, çəkim. Ona görə yağı da əvvəldən çıxartmamışdım. Yenə də problem deyil. Onsuz da mikserlə qarışdıranda elə də çətinlik olmur da. Qarışdırandan sonra par hamamında, gördüyünüz kimi su hamamında əridirəm bunu və 2 çay qaşığı silə çay qaşığı soda əlavə edirəm. Burada qabın alt hissəsi parda suya dəysə də heç qorxusu yoxdur. Bəzən olur deyirlər ki, suya dəyməsin alt hissəsi. O problem deyil. Suya dəyə də bilər, dəyməyə də bilər. Əsas odur ki, istilik vursun bu qabda. Bu məhlul tam ərisin, yağı ərisin, şəkər tozu ərisin, qarışsın bir-birinə. 5 stəkan un ayırıram burada. Əvvəlcə 4 stəkanı əlavə edirəm. Görürəm biraz çox yumuşaqdır xəmir. 5-ci stəkanı da əlavə edirəm. Amma burada yenə də xəmir yumuşaq görünür. Dəyərli izləyicilər, yumuşaq görünsə də, yəni burada allanıb fikirləşməyin ki, çox yumuşaqdır. Biraz artıq un qatın. O lazım deyil, heç ehtiyac yoxdur. Çünki xəmir soyuduqdan sonra xəmir daha möhkəm olar. Yəni tortumuz quru alınır. Yəni 5 stəkandan artıq un istifadə eləmək lazım deyil. Hətta 4 stəkan yarım da ola bilər. Hazır olduqdan sonra soyuducuya da qoymağa ehtiyac yoxdur. Elə öz xodunda da belə deyək qoyuram, soyusun. Bu arada mən kremi hazırlayacağam. Krem üçün də deməli 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un. Əvvəlcə bunları qarışdırıram ki, südü əlavə eləyəndə yumru-yumru olmasın un. Daha rahatı belədir. Deməli, unla şəkər tozunu qarışdırıb, daha sonra 1 stəkan üzərindən süd əlavə edirəm. Yenə 1 qaşıq da vanil əlavə edib qarışdırıb, qazın zəif gözündə qarışdıra-qarışdıra bişirirəm ki, dibi tutmasın. Tam qatılaşır. Gördüyünüz kimi 1-2 dəqiqədə qaynadıram və hazır oldu. Dəyərli izləyicilərim, bu elə kremi bişirən kimi isti-isti mən bura 1 qab qatılaşdırılmış süd əlavə edirəm. Gördüyünüz qabın 1 barmaq aşağı. Qramla desək, hardasa 350-360 qram. Qatılaşdırılmış südü də əlavə edib qarışdırıram və qoyuram soymağa. Qeyd edeyim ki, mən bunları hazırladım. Xəmiri də indi korjları da bişirəcəm. Bir də 4 gündən sonra tortu yığdım. Yəni neçə gün qabaqdan onu bildirmək istəyirəm ki, mən bunları hazırlamışam. Xəmir soyudu, öz xodu ilə soyudu da, yəni soyuducuda saxlamadım bunu, elə otaq temperaturunda. Qəşəng yumuşaq xəmir alınıb gördüyünüz kimi. 8 hissəyə bölürəm xəmiri və kündələyirəm. Yenə də soyuducuya qoymağa ehtiyac yoxdur. Kündələyən kimi yaymağa başlayıram. Çox belə sözə baxan xəmirdir də, belə deyək ki, çox yumuşaq, belə qəşəng, rahat xəmirdir. Yəni yaymaq da rahat olur. Bacardıqca, məsəl üçün, nazik istəyirsiniz yaymaq, yəni rahat yaymaq olur da. Adətən olur, ballı tortun xəmiri biraz bərk olur, yayanda adam çətinlik çəkir. Amma bu xəmir elə deyil də, rahat yaymaq olur. İstədiyiniz qədər, yəni nazik yaymaq olur. Xəmiri yayıram, özü çox nazik yayıram. Bu düzdür, kanalımda ballı tort var. Hazırlaması orada fərqli reseptdədir. Bu fərqli reseptdədir.
Çox nazik şəkildə yayıram bu yuxaları və gördüyünüz kimi qapaq vasitəsilə əvvəl ölçürəm, amma kəsmirəm. Bişirəndən sonra kəsirəm ki, tortun qıraqları səliqəli alınsın. Adətən kəsəndən sonra bişəndə biraz həm yığılır ölçü diametri, həm biraz səliqəsiz olur. Ən rahatı bişəndən sonra qapaqla bax bu formada kəsirəm. Qapağımızın diametri 28 diametrdir. Tortun korjuları da hardasa 10 dəqiqə, 15 dəqiqə, nə bilim 12 dəqiqəyə bişir. Yəni tez bişir də. Çox yumuşaq, belə qəşəng, qəribə bir xəmirdir. Elə bil ki, saqqız kimi belə xəmirdir bu. Korjular bişəndən sonra. Düzdür, tam bişəndən sonra da qalır. 4 gün mən deyirəm də, 4 gündən sonra tortu yığdım. Deməli 4 gün qaldı. Bu düzdür, stilcə bükdüm, saxladım, amma korjular quruyur. Peçenya kimi qupquru olur. Onda da qorxmaq lazım deyil. Baxın, bütün korjuları eyni qaydada bişirdim. Burada fikir verin, necə qəşəng, yumuşaq, elastik xəmirdir burada yuxalardır. Amma 4 gündən sonra bil qalır, quruyur da. Fərqi yoxdur 4 gün. Uşa səhərə qalanda quru olur. Bu da qorxulu deyil. Onsuz da kremlənəndə yumuşaq olur heç. İslatmaq adətən olur. Xanımlar südlə isladır. Qətiyyən islatmağa da ehtiyac yoxdur. Kremi də hazırlayıram. Yarım kilo burada kərə yağı var. Gördüyünüz kimi mikserlə yağı bir xeyli qarışdırıram. Yağın həcmi artır, rəngi biraz açılır. Daha sonra həmin ki hazır krem bişirmişdim. Həmən kremdə hissə-hissə yağı əlavə eləyib qarışdırıram. Bax bu formada da kremi hazır eləyib tortu kremləyə bilərsiniz. İstəsəniz qatlaşdırılmış, qaynanmış süd də əlavə eləyə bilərsiniz. Mən qatlaşdırılmış süd də əlavə elədim. Bir qab, yəni etməyə də bilərsiniz. Krem hazır oldu və korjuları deməli indi kremləyəcəm. Çox gözəl də yüngül, ləzzətli krem alındı. Deməli də bizim korjularımızın diametri 28 diametrdir. Hündürlüyü də normal hündürlükdə. Deməli bizə qonaq gələcək deyə mən əvvəldən korjuları bişirmişdim. Elə bil qonaq sabah gələcəksə mən bu gün o tortu kremlədim ki, sabaha yumuşaq oldu. Hündürlüyü də normal şəkildə. Hardasa bu tort elə 18-20 nəfərə bəs eləyir. Görürsünüz necə nazik, korjuları nazik yayıb bişirmişəm. Hardasa 20 nəfərin burada bəs eləyir bu tort 20 nəfərə. Hündürlüyü də indi görəcəksiniz, normal hündürlükdədir. Əgər yox, siz biraz hündür istəyirsinizsə, məsəl üçün 28 yox, 26-25 diametr eləyə bilərsiniz. Yuxanın sayını artıq eləyəsiniz. Məndə 8 yuxadır, siz 10 yuxa, 11 yuxa belə eləyib diametrini yığa bilərsiniz. Eyni qaydada hamısını kremlədim tortun və kənarlarını da kremləyirəm. Burada indi hündürlüyünü sizə göstərim. Baxın, çox hündür deyil, amma çox da alçaq deyil. Normal hündürlükdədir. Kənarlarını da krem çəkəcəm. Burada üst hissəsinə krem çəkmirəm. Ona görə ki, üstünə şokolad əridib glazur eləyəcəm tortun üstün. Bu qaydada. Və kənarlarından çıxan ki, qırıntılar var idi. Onu da blenderdən keçirdib, toz halına gətirdim, ovuntu halına. Kənarlarını da ovuntu ilə örtürəm. Əlcəyə burada ona görə taxdım ki, yəni əlim kremə batanda narahat oluram. Çətinlik çəkirəm, ona görə əlcəylə daha rahatdır mənim üçün belə ovuntuları tortun kənarlarına yapışdırmaq da belə deyək. Üzərinə də glazurun əlavə edirəm. Burada normal qaydada göstərmişəm, kanalımda da var. Yəni qeyd eləmişəm kanalımda da. Yəni adi pletka şokolad, qəpik şokoladlar ki var. Damla şokolad olsun, onu qaymaqda əridirəm. O formada istifadə edirəm. Tortun üstünü də örtdüm şokoladla, kənarını da səliqəyə saldım ovuntu ilə. Sonda ağ jele burada torbaya keçirib tortun üzərinə görkəm verirəm. Və şiş çöplə də bu qaydada naxışlar deyək də, naxış vururam. Çox ləzzətli tortdur, həqiqətən. Qonaqlarım da çox bəyəndi bu tortu, amma yadımdan çıxdı. Deməli,
Mən süfrəyə verəndə onu çəkiliş eləmədim. Bir gün qalandan sonra, qonaqlar gedəndən sonra səhərisi 2 kusok qalmışdı. Onu ancaq eləyib çəkdim ki, heç olmasa iç görkəmində sizlərə göstərim. Burada da kremin qədərini göstərdim. Artıq qalıb o krem. Hansı ki, qatlaşdırılmış süd qatmışdım ona, qaynanmış da. Həmən qədər artıq qalıb. Yəni bildirmək istəyirəm ki, qaynanmış qatlaşdırılmış südü qatmasaydım, yəni o kremin hamısı bu torta istifadə olunacaqdı. Yarım kiloqram yağın kremi bu tortun elə bil qədəridir də. Çox gözəl, əla, yumşaq tort alınıb.